Dostlar, yenidən sizi salamlayırıq. Biz yenə də Range Rover Vogue-un səsini tapmışıq və görün necə vızıldayır. Maşında oturmaq olmur da. Yəqin ki, Range Roverlərin çoxsunda belə bir problem var. Yaşayırlar və problemin həllini tapa bilmirlər. Yəni, biz artıq bir neçə 10 dənə Range Rover həlləmişik bu problemlə və həlləməkdə davam edirik. Şükür Allah da işimiz də hər dəfə alınır. Məqsədimiz odur ki, yenə də çəkək, paylaşaq, görəsiniz, biləsiniz. Bu maşında bu problemdən əlavə başqa bir problemlər də var. Bir neçə deməli, səslər gəlir, drenajlarında problem var. Yəni, həmişəki kimi Range Rover yanımıza gələndə biz kompleks iş görürük və inşallah burada da bu kompleks işləri görəcəyik. Qalan nə işlərimiz varsa, nə problemi varsa, biz onu artıq qarajda çəkib sizinlə paylaşacaq. İndi isə gedirik öz iş yerimizə və işimizi davam edək. Nəhayət ki, biz gəldik, çıxdıq qarajımıza və söz verdiyim kimi problemləri bir-bir başlayayım göstərməyə ki, burada biz hansı kompleks işi görəcəyik. Beləliklə, lükun açılıb bağlanması ağırdır, bu təmir olmalıdır. İndi bunu da göstərim. Lüku açmamışda bunun bu Range Rover'larda ümumi açıq xəstəliyidir. Sportdur, Vogue-dur, hamısında olur. Bunlarda bu xəstəlikdir, pərdə səs edir. Bu problemdir. Tak, indi xod deyim. Pərdəni açım. Tak. Bəsdir. Lüku açım. Necə ağır işləyir. Lük ölüb də. Lük çox ağır işləyir. Vot-votdadır. Belə. Bundan da əlavə bunun drenaj problemi var. Bu Range Rover'in demək olar ki, ən ağır və ən tez-tez rastlaşdığımız problemdir. O da ki, tavanın altındadır. Təbii ki, onu sökəndən sonra göstərəcəyik sizə. Hal-hazırda alınmır, çünki həm qaranlıqdır, həm də ki, altdadır. Açaq, burada olan çürümüş drenajları da sizə göstərək və ondan sonra bir-bir bütün problemləri aradan qaldırmağa başlayacaq və inşallah bütün işləri həll edəndən sonra biz damdan gələn fit səsi həll edəndən sonra çıxacaq yenidən beton yoluna, oradan sürüb və mükəmməl bir nəticəni sizinlə paylaşacaq. Tavan da sökülüb, bir dənə zəhmət olmasa burada olan problemi göstər. Demişdik ki, drenajı göstərəcəyik, baxın görün nə gündədir. Çürüyüb, yetişibdir, zibilləri tökülübdür bura, toz torpağı pastarıb. O tərəfdə eyni şeydir, kruq vurmayaq, onu çəkməyək. Belə, biz artıq bütün söküntü işlərini bitirmişik. İndi qalıb ancaq təmir. Damdan gələn səsləri yığışdıracağıq. Drenajları təmir edəcəyik. Pərdənin səsini yığışdırırıq. Lükun çətin açılıb bağlanmağını yığışdırırıq. Və ən əsası odur ki, videonun əvvəlini necə çəkmişdiksə, beton yolunda bunun fit səsini biz buradan yığışdırmalıyıq. İnşallah bunların hamısından ötəsindən gəlib, çıxırıq yenidən beton yoluna. Orada yoxlayıb, sürürük ki, fiti yoxdur. Ondan sonra pərdəni də göstərəcəyik ki, səs eləmir artıq və lükun düzgün şəkildə, düzgün sürətlə açılıb bağlamasını sizinlə paylaşıb və inşallah bu maşınla vidalaşacaq. Yoxlayaq. Vəssalam. Bununla da bunun işi bitdi. Heç bir səs artıq da gəlmir. İndi gedib bir yerdə saxlayıb, lükun işləməyini də göstərəcəyik sizə və pərdəni. Və bununla da vidalaşacaq. Artıq da səs eləmir. Bu bir. Tak, lükun işləməyini göstərək.
Tamamdır. Öz qaydasında necə olmalıdırsa, belə də işləyir. Вот так. Range Rover Vogue 2016 kompleks iş. Deməli, pərdənin səsinin yığışdırılması, ümumi şəkildə konstruksiyanın səsinin yığışdırılması, lükün təmiri və damdan gələn fitin səsinin yığışdırılması. Salamat qalın, Daketli Baku. Bay bay.